Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accili vəlikel fələs. Əziz xanımlar, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun inşallah. Allah Taala sizləri Quran-Kərimi öyrənməkdə müvəffəq etsin. Və biz hərflərin yekununu bitirdik və istərdim ki, ərəb əlifbasında 2 dənə köməkçi hərfimiz var, onları da öyrənək. Bu hərflər ad olaraq təmərbutə adı bu cürdür və həmzədir. Ərəb əlifbasının əsas hərflərindən deyil, köməkçi hərflərindəndir və bir neçə yerdə fərqli cür işlənə bilirlər. Onların isə qaydalarını gələcəkdə keçəcək inşallah. Təmərbutə t səsini bildirir, həmzə isə qəbul etdiyi hərəkə ilə oxunur. Gələcək dərslərdə hərəkələr nə deməkdir onu izah edəcəm inşallah. Təmərbutə dedik t səsini bildirir və bizim yumşaq hə ilə oxşarlığı var. Sadəcə 2 nöqtəsi var. Bu sonda gələn və bu isə təkdə gələn sərbəst formasıdır. Həmzə isə balaca ölçüdə bu cür yazılır. Həmzə haqqında bir neçə məqama istəyirəm ki, işarə eləyim. Həmzə ümumiyyətlə dayaq hərfidir həmdə. Ancaq hansı hərflərdə? Yalnız əlif, vav və yə hərflərində dayaq hökmündə iştirak eləyir. Və hərfin üstündə, altında, məsələn, və yaxud da yenə də üstündə yazıla bilir. Bu zaman hərflərin, yəni əlif, vav, yə hərflərin özləri yox, yalnız həmzənin hərəkəsi oxunur. Həmzə dayağı vəzifəsini daşıyır. Gələcək dərslərdə həmzənin digər fərqli nüanslarını da sizə çatdıracağım inşallah. Gəlin bu hərflər içərisində pəltə hərflərimizi tapaq. Deməli, başdan sayırıq. S hərfi ilk pəltə hərfimiz, digər hərfimiz zəl, bir də za. 3 dənə pəltə hərfimiz oldu. Bəs boğaz hərflərimiz hansılardır? Başdan baxırıq. Hə və ayn. Çox gözəl. Bu hərflər hansılardır? Deməli, pəltək isə zəl, boğaz həsi, ta, za, əyn, qaf, vav və sad, dadır. Bu hərflər, yəni bu 10 hərf Azərbaycan dilindən fərqli tələffüz olunan hərflərdir. Digər dərsimiz vurğudur. Qısa bir mövzudur. Bu haqda sizə istəyirəm məlumat verim. Vurğu elə Azərbaycan dilindəki vurğu kimi o qaydadadır. Yəni sözdə hecalardan birinin qalanlarına nisbətən daha qüvvətli deyilməsinə vurğu deyilir. Ərəb əlifbasında da vurğu adətən saitlərin sayına görə hesablanır. Məsələn, Azərbaycan dilində bir nümunə çəksək, adətən ən çox çəkdiyimiz nümunələrdən biridir. Məsələn, alma, bunu hər kəs bilir ki, vurğu nədir? Alma, yediyimiz alma, biri də var alma. Yəni, məsələn, kitabı alma, dəftəri alma və s. nümunə demək olar. Ərəb əlifbasında da vurğu çox önəmlidir. Bunu da müəyyən etmək üçün uzun saitli və qısa saitli hecalarda adətən çox hecalı sözlərdə sözün axırındakı hecaya düşür. Qoşa samitli sözlərin sonuna heca artırıldıqda vurğunun da yeri dəyişir. Tərkibində qoşa samit olan uzun saitsiz sözlərdə vurğu bilavasitə qoşa samitdən qabaqçı saitə düşür. Mən burada ərəb dilində olan nümunələrdən sizə yaza bilmirəm, çünki siz artıq hərəkələrin nə olduğunu bilmədiyiniz üçün çətinlik çəkəcəksiniz. İnşallah gələn dərslərdə hərəkələri keçdikcə vurğu haqqında məlumatınız daha yaxşı olacaq. Bugünkü dərsimiz bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.